Salam hörmətli izləyicilər. Natural ədədlərdən qaldığımız yerdən davam edirik. Bugünkü bölmə natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Keçək suallara. Deməli, birinci sualda bizə deyir ki, fərq azalandan 147 vahid kiçikdir, çıxılan tapın. Elə çıxılan 147-nin özünə bərabərdir. Deməli, 1 oldu B variantı. İndi ikinci suala baxaq. Şərtdə deyir ki, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü 4 rəqəmli ədəd yazaq və ən böyük olsun 9, 8, 7, 6 və rəqəmlər deyir müxtəlifdir. Ən böyüyü ilə ən kiçiyinin fərqi. İndi baxıram bura minus. Ən kiçik olacaq 1, ikinciyə 0 atacağım ki, kiçik olsun. Sonra 2, 3. 9876 oldu birinci. Deməli, nəyə çıxacaq? 1023 çıxarıq. Qalar 8853. O da elədi ikinci sual Y variantı. Sonra baxaq üçüncü suala. Deməli, üçüncü sual nə deyir bizə? Deyir, cəmini A ilə ifadə edin. Yazırıq 1 üzəri 3 üzəri 5 üzərinə gəlinsin 19 dənə bərabərdir A-ya. İndi 2221 üstə gəlinsin. 2223 üstə gəlinsin. 2225 üstə gəlinsin. Nöqtələr 2239. 2239. İndi burada nə edəcəm? 2220 yazıram. 2220 üzərinə gəlsin 21. Yeni şeydə 2220 üstə 23. Üstə gəlinsin. 2220 üzərinə gəlsin 25, üstə nöqtələr 2220 üstə gəlinsin, bir də 19 gələrəm də 2039 elə, 2239 eləsin. İndi baxaq görək, indi fikir verək. Bura 21 nəyə gəlmişik biz? Burada 1 olar, 2221, sonra bu 3 olacaq. Sonra bu 5 olacaq. Sonra bir də 19 olacaq. Aha. 2220 üstə 1, 2220 üstə 3, üstə 5. Bax, burada davam edir. Deməli, 1 üstə 3, üstə 5 pluslar 19-a qədər yerinə ümumilikdə yazıram A. Üzərinə gəlinsin. İndi görə 2220-dən neçə ədəddir? 1-dən 19-a qədər 19 çıx 1 bölünsün 1 üstə 1. Yenə 19 dənə ədəd var da. Bax, 1-dən 19-a qədər ədədləri sayırıq. Deməli, 2220-dən də neçə ədəddir? 19 ədəddir. O da bərabərdir. 2220-ni vuraq 19-a. 42.000 daha doğrusu 19 dənə 1, 3. Burada 19 dənə deyirik. Sayınızı tapırdıq. 1, 3, 1, 2 artırdı. 19-a çıxacam 1-i. 2 artdı. Böləcəm 2-yə. Üstə 1 gələcəm. 19-dan 1 gələm çıxanda. 18, 2-yə bölü 9. Burada 10 eləyəcək. Deməli, 2220-dən neçə ədəddir? 10 dənədir. Yazıram A üzərinə gəlinsin. 22200. 22200 üstə A oldu. Üçüncü sual C variantı. Bax, burada yaxşı görsənmir. Siz topluda o sərbəst görərsiniz. Deməli, dördüncü sualda bunun eynisidir. Yazmıram dördüncü sualı. Baxaq 5-ci suala. 2 natural ədədin cəmi 474-dür. Ən yaxşısı gəlin 4-də yazalım burada. Misal 4. Verib 3 üstə 7. Çünki sual sayı azdır burada ona görə. Üstə gəlinsin, nöqtələr üstə 27 dənə bərabərdir A olarsa, deyir, bu cəmi A ilə ifadə edin. 2233 daha doğrusu. 233 üstə gəlinsin. 237 üstə gəlinsin. 241 üstə. Nöqtələr 257-yə qədər. Bunu yazıram 230 üstə 3. Üstə gəlinsin. 230 üstə 7. 230 üstə 11 üstə gəlsin nöqtələr 230 üstə 27. İndi fikir verin, 3 üstə 7 üstə 11 nöqtələr 27-nin yerinə ümumidə yazıram A-la.
Üzərinə gəlsin. İndi baxaq görək 230-a neçə ədəddir? Onun üçün 27-dən çıxacam 3-ü, böləcəm 4 artır, üstə 1. 27-dən çıxan 24, 24-ü 4-ə böləndə 6 üstə 1 oldu, 7. İndi 230-dan da neçə ədəd oldu? 7 ədəd oldu. Deməli, bu deyilər 1610 üstə gəlinsin A edər. Deməli, 4-cü sualımız da oldu Y variantı. Deməli, baxırıq 5-ci suala. Deyir ki, 2 natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Aha, bax, AB 1 ədədi var. Deyir, bu silinsə, silsi ilə alınacaq, AB ədədi alınacaq. Və bunların cəmi 474-ə bərabərdir. Yazıram AB 1 ədədi, üstə gəlinsin AB ədədi. Neçə alınıb? 474 alınıb. Sonra, indi baxaq. B-nin üzərinə 1-in üstə nəyə gəlsə 4 eləyəcək. Təbii ki, B bərabərdir olar 3. B 3 olsa, bu cəm 7 olmaq üçün A da bərabərdir, mütləq 4 olmalıdır. Nə soruşur bizə? İkinci ədəd alınır. Bu ədədlərin fərqini tapın. İndi A 4-dir. A-nı yenə 4 yazıram. Bax, burada. B neçədir? 3-dür. 431-də çıxacaq. Bu 1-i siləndə neçə alınır? 43 alınır da. O da 5-ci sualda da neçə edir? D variantı edir də 388 edər. Oldu D variantı. Baxaq 6-cı suala. Deməli, 6-cı suala deyir ki, 2 natural ədədin cəmi 465-dir. Onlardan birinin axırıncı rəqəmi 3-dür. Əgər bu rəqəm silinirsə, ikinci ədəd alınır. Yenə eyni sualda baxın, AB 3 ədədi ilə bir də AB ədədidir. İndi bunların nə deyir? Cəmi söhbət. Cəmindən söhbət getir. AB 3 üzərinə gəlsin AB-yə. Cəmi 465 etsin. Yenə bu ədədlərin bizdən fərqini istəyir. İndi 3-ün üstə nəyə gəlsən 5 edər. Təbii ki, B bərabərdir olsun 2. B 2-dirsə A bərabərdir mütləq 4 eləsin ki, 4 üstə 2 olsun 6. Yenə bu ədədlərin fərqini istəyir. Deməli, A-nın yerinə yazıram 4, B-nin yerinə 2, bir də 3. 423 çıxılsın. 3-ü silsək qalar 42. Bu neçə eləyəcək? 300 deməli 81 eləyir də. 381, 12-dən də 4 çıxanda qalar 8. Aha. 381 oldu D variantı. Baxırıq 7-ci suala. Bir dəqiqə. 7-ci sualda nə deyir bizə? Ardıcıl 100 natural ədədin və şərtdədir. Ən kiçik və ən böyüyünün cəmi 559-a bərabərdir. Ardıcıl 100 natural ədəd hansılardır? Biri n olsun, n plus 1 olsun, n plus 2 nöqtələr nöqtə n plus 99-a qədər olsun. İndi deyək ki, ən kiçik ilə ən böyüyünün cəmi. Ən kiçik n-dir, ən böyük də n plus 99-a. Toplayaq n plus 99 bərabərdir 559-a. 2n bu ədədlərdən ən kiçiyidir. Tapın 2n bərabərdir 559-dan çıxsam 99-a 460. 2-yə də bölsəm qalar 230. 7-ci sual deməli oldu C variantı. Baxaq 8-ci suala. Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 4 rəqəmli natural ədəd hansılardır? 9999. Ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 2 rəqəmli natural ədəd hansıdır bəs? 99. Bunun fərqinə baxaq. 9900. Natural ədədin fərqi ən böyük bir rəqəmli natural ədəddə neçə dəfə böyükdür? Ən böyük bir rəqəmli natural ədəddə 9-a bərabərdir. İndi bunu bölsük, qalar 1100. Oldu 8-ci sual B variantı. Baxaq 9-cu suala. Ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 5 rəqəmli natural ədəd 99999-dur. Sonra biz 9 yazırıq da.
Natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 2 rəqəmli natural ədəd də 99-a bərabərdir. İndi bunu çıxaq. 9, 9, 9, 0, 0. Natural ədədin fərqi ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Ən böyük bir rəqəmli natural ədəddə bilirik ki 9-a bərabərdir. 111, 0, 0. 111, 0, 0 haradadır? 11100-də, yəni ki. 9-cu sualda oldu. Doğru cavab A variantı. Baxırıq 10-cu suala. Cəmi 2500 olan, yadda saxlayaq 2500-ü. 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, tutaq ki, AB ədədi var. Birinin sonuna 7 əlavə eləsə, digərinin sonuna 6 rəqəmini sildikdə, deməli biri də var. AB 6 var da burada. Birinin sonuna 7 ədəd, digərinin sonundan 6-nı silsəm, nə alınardır? Ədədlər bərabər olar. Aha, baxaq, indi bunu quraşdıraq burada. Bax, AB ədədim var, bu da AB ədədim var. Deyir, birinin sonuna 7 əlavə etsəm, birinin 6-nı silsəm. Deməli, burada AB 7 var, 6 var. Bax, burada AB 76, AB 7 ədədləridir. 6-nı həqiqətində silsəm və bura 7 əlavə eləsəm, bu ədədlər təbii ki, bərabərdir. Yəni ki, AB 7 bərabərdir AB 7 ədədləri. Bax, bu formada olar. İndi sonra başqa şərtdə nə deyir bizə? Buna cəmi verib 2500. Yazırıq AB 76, üzərinə gəlinsin AB 7. Daha doğrusu AB 76, AB 7 deyir, daha bura. Deyir, 7-ni əlavə etsəm. Bu 6-nı silsəm, burada 7-ni əlavə etsəm. Tabi AB 76 yox, AB ilə AB-nin özünə bərabərdir. Belə yazaq bunda, AB olsun. Niyə görə? Deyir, birindən 6-nı silsəm, bax 6-nı silsəm və buna deyir 7 əlavə eləsəm, bərabər olar. Demirik 7-ni olursa, əlavə etsəm deyir. İndi bu cəmə baxaq. Bu da neçə edib? 2500 edib də. Aha. 6-nın üstə nə gəlsəm 0 yazsam 1 yadda olar. B10-da deməli 4 olar ki, 6-nın üstə 4 yazsam 0 yazıram 1 yadda. Sonra onda A-da burada 2 olar. Niyə görə ki, 7-nin üstə 2 gəlsəm elə 9, bir də yadda axı 10. Yenə 0 yazıq 1 yadda. Deməli A-da buradan 2-dir. Baxın elə buradan A2 görsənir. B2-də A-da 4-dür. Həmin natural ədədlərdən kiçiyinin rəqəmləri cəmi. İndi baxaq görə bunun kiçiyi hansıdır? AB kiçikdir də, bax bunu demişdi. 24. Bunun da rəqəmləri cəmi eləyər müsbət 6. 10-cu sualda deməli doğru cavab oldu A variantı. Baxaq 11-ci suala. ABC natural ədədləri üçün deməli hər üçü bunların natural ədədləridir. Bu heç. AB bərabərdir 23-ə. Yazıram AB bərabərdir 23-ə. BC də bərabərdir 11-ə. Olarsa deyir bu cəmi deyir tapın. Necə tapaq? Hər ikisində ortaq olan B var. Deməli B burada bərabər olsun 1-ə. Bax burada da B-nin yerinə 1 yazıb. Onda A burada məzburda 23 olsun. C də burada məzburda 11 olsun. Deməli, A bərabər olar 23, B bərabər olar 1, C də bərabər olar 11. Və bunların cəmini istəyirdi bizə. Elər neçə? 36 eləyir də. 36. A-nın, B-nin, C-nin cəmini istəyir. Sonra, deməli, 11-ci sualda doğru cavab elədi. Daha doğrusu, bu 2-dir, 35-i. 36 niyə? Bu 12-dir, bu da 23, 35. 11-ci sualda doğru cavab elədi, müsbət 35. Baxaq 12-ci suala. Yenə də ABC naturaldır. Yenə A plus B plus C-ni soruşur. Yazırıq AB bərabərdir 19-dur. BC də bərabərdir 7 olarsa ABC cəmini tap. Hər ikisində ortaq olana baxaq. B onda mütləq 1 yazaq. Bax bu B-nin yerinə 1 yazaq. Onda A bərabərdir 19 olur. C də bərabərdir 7 olur.
Deməli 19 üstə 1 üstə 7. Bu deyilər müsbət 27. 12-ci sual. Baxaq 13-cü suala. X, Y, Z natural ədədlər 7y bərabərdir. Yazılır 7y bərabərdir 8z-ə. Və x bərabərdir 2z olarsa x plus y z cəminin ən kiçik qiymət. İndi təbii məsələdir. Buradan z bərabərdir 7 olsun. Y bərabərdir 8 olsun. Onda x bərabərdir 2z-dirsə yazıram 2 vıraq. Z-in yerinə yazıram 7 oldu müsbət 14. İndi bunları toplayaq. 7 üstə 8 15 üstə 14 29. Çünki bunun cəmini istəyirdi bizcə. 13-cü sualda doğru cavab 29-a bərabər olur. 14 də bunun eynisidir, yazmayacağım. Baxaq 15-ci suala. A və B natural ədədləri üçün 4A üstə 5B yazırıq. 4A üstə 5B bərabərdir 90 olarsa 5A üstə 4B ifadəsini ala biləcək ən böyük qiyməti tapın. Deməli, mən fikir verin bura. 4A bərabərdir 90 minus 5B. Deməli, B-yə ilə qiymətlər verməliyəm ki, bu fərq 4-ə tam bölünsün. İndi baxın, B-yə 1 qiyməti versəm, hamısını yoxlayamayacaq təbii ki bunu. B-yə 1 qiyməti versəm, 90-dan 5 çıxsan qalar 85 4-ə bölünmür. Deməli, B-yə 2 qiyməti verək. B-yə 2 qiyməti versəm, 4A bərabərdir 90 çıxılsın 5 2-də neçə elədi? 10. Çünki B-yə 2 demişik axı biz burada. B bərabərdir 2 olsun. 4A 80-dirsə, A da burada müsbət 20-dir də. Gətirib yerinə yazaq. Çünki ən böyüyü ilə tapmışıq da burada. 5A üstə 4B var. 5 vıraq. A-nı 20 tapdıq. Yazıram 20. Üstə gəlinsin. 4B-ni də 2 tapmışıq da. 100 üstə 8 oldu. 108 doğru cavabımız. 15-ci sualda doğru cavab 108-ə bərabərdir. 16-cı sualda bunun eynisidir, yazmıram. Baxaq 17-ci suala. A və B ədədləri üçün uyğunluğu deyil müəyyən edin. Deməli, AB ədəddir. Minus BA, bu da ədəd. 3A minus 2B'yə. Astışın yazaq, olur 10A üstə B. Çıx 10B minus A bərabərdir 3A minus 2B'yə. 10A'dan 3A'nı çıxsam. Neçə A qalar? 7A qalar. Bir dəqiqə. Burada başqa A da var da. Aha. 10A'dan A'nı çıxsam. Qalar 9A. 9A'dan 3A'nı çıxsam qalar 6A'ya. Bərabərdir. B'dən 10B çıxsam. Qalar mənfi 9B. Atsam o izə olacaq müsbət 9 çıx 2B oldu 7B. Bu da oldu 7B. İndi burada A bərabərdir 7, B bərabərdir 6 olsa, bunların cəmi 13 olsun. Həqiqətən də 7 ilə 6-nın cəmi nəyə bərabərdir? 13-ə. 1-ə uyğun gələr Y variantı. Sonra 7 ilə 6-nın A-dan B-nin çıxsan da 1 eləsin. Təbii ki, bu da C də uyğun gələr 1-ə. 1 oldu C-Y. İndi baxaq 2-yə. Deməli, AB ədəddir. Bərabərdir 7A üstə 6B'yə. Astışın yazaq, olur 10. A üstə gəlinsin B. 7A üzəri 6B. 10A'dan 7A çıxsam 3A qalır. 6B'dən də B çıxsam qalar 5B. A bərabərdir 5 olsun. B bərabərdir 3 olsun. İndi bizə nə deyir şərtdə? A'dan B'ni çıxanda qalsın 2. Həqiqətən də 5-dən 3 çıxanda 2 qalır da. Bax, fikir verin. Bura gələr A. Sonra 5 ilə 3-ün də cəmdə 8 verir. Başqa heç nə yoxdur. İndi baxaq 3-ə. 3-ü də birbaşa sadələşdirək də. Yox. Daha doğrusu heç bura açışa ehtiyac yoxdur. AB 5 var. Minus AB-ni çıxıb yerinə qalıb 266. Bax, bura olub 266. Daha doğrusu. Deməli, B neçə olacaq burada? 5-dən 6-nı çıxmaq olmur. 15-dən neçə çıxsam 6 qalar. Təbii ki, B bərabərdir 9 olsa.
B9-u birini alıb vermişəm, bura olub 8. 8-dən nə çıxsam 6 qalar. Təbii ki, A-da 2 olsun. B9-u A-da 2-dir. İndi B-dən deyir A çıxanda qalsın 7. Əgərdən 9-dan 2 çıxın qalır 7. D variantı uyğun gələr. A-dan B-nin cəmi 9 ilə yoxdur. Deməli, 1-ə oldu Y ilə C, 2-yə A, 3-ə isə D. Keçək 18-ci suala. 18 nə deyir bizə? Şərtdə deyir ki, 2 rəqəmli ədədin əvvəlinə və sonuna 1 rəqəmi yazılarsa, bax fikir verin, 2 rəqəmli ədəddir, AB ədəddir. Əvvəlinə də 1 yazıram, sonuna da 1 yazıram. Aha. Bu məlum məsələ. Alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Yəni, bunu 21-ə vursam, bu ədədə bərabərdir. İndi həmin 2 rəqəmli ədədi tapın. Açılışını yazıram 21. Daha doğrusu 21. Başqa cür bunu necə yazmaq olar? 10A üstə gəlinsin B-yə. Yazıram 10A üstə gəlinsin B-yə. Bərabərdir. Təklik, onluq, yüzlük, minlik, 1000 üstə gəlinsin 100A üstə gəlinsin 10B üstə gəlinsin 1. İndi bu da eləyər 210A üstə gəlinsin 21B 1000 üstə 1 elədi 1001 üstə gəlinsin 100A üstə gəlinsin 10B-yə. 210A-dan 100A çıxanda qalar 110A-ya. Daha da sonra 21B-dən də 10B çıxsam qalar 11B bərabər olur 1001-ə. İndi 11-i çıxarsam mörtəzə xaricinə qalar 10A üzəri B bərabər olub 1001-ə. İndi burada neyniyək? 1001-i də 11-ə bölündə nə qədər qalır? Deməli 90 dəfə 991 edir də yəqin ki. 10A üstə gəlinsin B bərabərdir 91. İndi elə bu nəyin asılışıdır? AB ədədinin asılışıdır. AB bərabər olar 91-ə. Deməli, doğru cavab 19-cu sualda 91-ə bərabərdir. Deməli, daha doğrusu 18-ci sualda doğru cavab 91-ə bərabərdir. 19-cu sualda eynisdir yazmıram. Onu özünüz yazarsınız. Baxaq 20-ci suala. Yəni, təkrar suallardır. O sualları təkrarları özünüz işləsəz daha yaxşı olar. Çünki bunun mənasını başa düşmək lazımdır. Dərsi ümumiyyətlə anlamaq lazımdır. Deyir 50 manat pul olan Akifin, yazıram 50 manat. 3 manatdan 3 manatdan nə almaq istəyir? Ən çoxu neçə kitab ala bilər ki? Ən çox olsun özə. Neçə kitab ala? Onun qalan pulu 7 manatdan az olmasın. 7 manata bərabər də olsun, bir də az olmasın, çox olsun. Onda nə edərəm? 50 manatdan 7 manata ayırıram. Qalar 43 manat. Bu 43 manata xərcləyə bilərəm bunu. 7 manat cibimdə saxlamışam, bu heç. 50 manatdan 7 manata ayrı qoymuşam qırağa. 43 manat da cibimdədir. Cibimdə olan pula 3 manatdan da nə etmək istəyirəm? Kitab almaq istəyirəm də buna da. Bu dəfə 1 3'üm 3. 1 3. Burada da oldu 4 dəfədə 4 3'üm 12. Bir dəfə də qalıb düşür. Deməli, ən çox 14 dənə kitab ala bilərəm. 3 manatdan ki, cibimdə də 7 manat pul qalsın. Hətta 1 manat da burada qalır da belə deyək. Deməli, 20-ci sualda da doğru cavab oldu 14. 21 də eynisidir, onu özünüz yazarsınız.